Salam əziz dostlar. 20 aprel buraxılış imtahanına uyğun sual nizahına baxırıq. Nəzərinizə çatdırım ki, buraxılış imtahanından dərhal sonra suallar nizahı kanalda paylaşılacaq. Kanala abunə olun ki, paylaşım olanda sizə bildiriş gəlsin. Keçək sual nizahına. Hansı cümlədə fərqləndirilmiş söz təsirli haldadır? Bax, A bəndində dərs kitabı stolun üstündədir. İkinci növ təyin söz birləşməsidir burada dərs kitabı. Çünki kitabı sözü özündən əvvəl müəyyən yiyəlik hallı söz tələb edir. Niyə? Çünki oradakı I təsirlik hallı söz deyil, mənsubiyyətdir. Yadda saxlamaq lazımdır ki, mənsubiyyət şəkilçisi qəbul etmiş söz özündən əvvəl müəyyən yiyəlik hallı söz tələb edir. Ona görə A bəndi şərtimiz ödəməz. B bəndində bizə məktubu yazandan sonra gedib. Bax, bizə onun məktubu yazandan sonra gedib deyə bilmirik ki. Yəni burada məktubu sözü özündən əvvəl yiyəlik hallı söz tələb eləmir. Ona görə buradakı U şəkilçisi təsirli halın şəkilçisidir. C bəndində həyatı qalmaqallarda keçib. Onun həyatı qalmaqallarda keçib. Sanki həyatı sözü özündən əvvəl müəyyən yiyəlik hallı söz tələb edir. Ona görə də buradakı I mənsubiyyət olar, təsirli olmaz. D bəndində günahı. Bax, onun günahı o idi ki, bura gəlmişdi. Buradakı I olur mənsubiyyət. Həmçinin E bəndində onun dostları ona tez-tez baş çəkirdi. Ona görə cavabımız olar B bəndi.